Ataş, sənin bu eynəyin eynək deyil, laf lupadır. Gəl bura. Neçədir gözün? -10. Biz o doktor. Sən avadan gəlmədi gözündə belə. İşte, dəmi, narahat olma. Mən də əvvəla öz timsalımda həm izah həm də ekran qarşısında ələkən tamaşaçılarımızı səmimi qəlbdən salamlayıram. Allah hepinizə can sağlığı versin. İstedadlı şəxslərə də uğurlar arzulayıram. Mənim özüm 2009-cu ildən şeiriyyatla məşğulam. Şeirlərim, qəzəllərim 800-ə yaxın. Bir dənə qəzəlimi tez. Bir dəqiqə yarım vaxtım var. Dəqiqə yarım vaxtım var. De. Qəlbim sıxılır qəm yaradan dağ tərəfindən. Hər gün qırılır get-gedə yumşaq tərəfindən. İnsanları Allah yaradıb çox şeyə qadir. Dünyaya gəlib hər yaşayan canlı müsafir. Hər bir savab işlər görülür Allaha xatir. Çeynündə mələklər də yazır sağ tərəfindən. Qəlbim sıxılır qəm yaradan dağ tərəfindən. Satqınlığı, nadanlığı tərk etməyən insan, şəxsiyyətə olmuş bir ömür yetməyən insan, azadlığının qədrini dərk etməyən insan, salmır nəzər azadlığa dustaq tərəfindən. Qəlbim sıxılır qəm yaradan dağ tərəfindən. Hər gün qırılır get-gedə yumşaq tərəfindən. Hazırki zamanə gətirib bizləri təngə. Doğuşan oxuyur meydanı ormanda pələngə. Çoxdan boyadım ömrümü əfsus qara rəngə. Yoxdur nəsə bəhs etmək üçün ağ tərəfindən. Qəlbim sıxılır qəm yaradan dağ tərəfindən. Xoşbəxt olaram bir gün ədalət görünərsə. Ömrümdə, həyatımda səadət görünərsə. Hər kimdə əgər dosta xəyanət görünərsə. Əskiliyi var 100% əxlaq tərəfindən. Qəlbim sıxılır qəm yaradan